Dinləyirik, amma qınamırıq. Sən axşamlar yuxulayanda xoruluysan deyə mən sən bunu tuturam və bunu tuturam. Amma yuxudan oyansın, mən də o an özümü yuxulamıyorum ki, mən işləməmişim. Sən oyansın, sonra mən yatırım. Allah iyi qapazı. İndi sən dinlə. Nə deyim? Mən bilmədiyim nə aramısın? Ne işte? Dinləyəcəm, o qınamışım. Sən bilmədiyində eləmək olur. Yox deyişinəm. Sən apastadamsın. Sən beni korkulur. Görən nə deyəm? Çok deyirəm da 9 milyon 10 milyon ahal deyirəm. Korkulur səndən. Heç nəyim yoxdur. Mən meydan. Yoxdur deyirəm də. Ələtə yoxdur. Açmağa qorxuram. Paxa var. Onu da video belə olsun ki, mən deyim, sən qınama. Mən papaz, sən də günahlarım, mənə günahlarım yox, mən beyaz adamam. Bizdən beyazsan bir də ağ ev. Sən məsələn evdə olan, xoşuma gəlməyən paltarlarınıza dolanda tullayıram, xəbərin olmur. Üvəs partiyin var adı. Mən köhnə paltarları sevirəm. Çünki bədənimə tam olmasını alıb tərpənmə paltarlarımı. Sən mən ara sıra hissən deyirsən, nəyəsə hisslərini düşünsən ki, mən oturub ağlayasam, dərd çəkəsiyəm, elə bir şey eləmirəm. Sən pulu xərcləyirəm. Özümə mənasız şeylər alım. Çox da belə vacib olmuyor. Həm də rahat deyiləm. Takışdım mən incitməyim, ciba, zərərdir. Qınamırıq dedin, döymürük daha bu əlavə eləməli yox. Çıxabalaq yedim, 15 dənə. Əlimi vurmayacağım, mən eləmirəm. Mən nəsə bir şey eləmək istəmirəm, sən də onu eləyim deyə, amma sürəkli həmlə dirəşsən də, yəni. Mən sahana deyirəm, sonra yenə öz bildirmə edirəm. Biləm də. Son 2 dənə şeyim var, bilməm olar. Sən mi deməsən? Allah'ım yok diyəm. Hazırda. Sən ara sıra mənə deyirsən ki, köynəklərimin burasını qəşəng ütüləməmsən, orasını qəşəng Varaknini. ütüləməmsən. Varaknini. Varaknini qəşəng ütüləməmsən deyirsən, adətən amma. Mən əslində o köynəyimi ütülürəm. Ütülənməyən evli paltarları atıram, öcürsən. Çox gözəl. Qınamıram. Qələt verib qınamıram deməyə. Qoy bax, ondan qınasan yaxşı da, o çırpıldım bayaq sonra da habda, beyin travması aldım. Nəysə, qoy, daxınızı da deyək da, bundan sonra keyif rahat yaşayabilirim. Ben bilmirəm, sən də yaşayasın. Ara sıra həftədə 2 dəfə, 3 dəfə maşını bir yerlərə vururam, amma saat demirəm. Dimağın ehtiyacı yoxdur. Yəni, hələ böyük vurmaları olmur da, kiçik yerdə, cızıq. Üvə maşın elə bil servisdə də həm. Yani maşında zaten sağ yer kalmadığına göre kiçik de vursan, böyük de vursan o maşın vın artık yani. Her yer eziyecekti yani. Bir tane eşit çizığın olup olmaması hiçbir şey değiştirmir. Rahmetli babam diyenler, bilenler bilir. Bilməyənlər də bilməsə yaxşıdır. O bilmiyorum. Sağ olun.